Əziz və hörmətli izləyicilər, biz bugün Laçın rayon Ərdəşəbi kəndindəyik. Vaqif Quliyev eyni zamanda Laçının ziyalısı, tarix müəllimi və uzun müddət Laçın rayon Vağazin kəndində məktəb direktoru işləmişdi. O, hərbi sıralara qatışanda, yəni döyüşlərə qatılanda tarix müəllimi işləyirdi. Vaqif müəllim haqqında istəyirəm, o dövrdə şahidçiliyi olmuş və prosesləri yaxından izləmiş Qəzənfər müəllim bir neçə nüansı xatırlatsın bizə və oxucularımızın da diqqətinə çatdıraq. Mən bir daha yenə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Amin. Qəhrəman qazilərimiz eşq olsun deyirəm. Qətiyyətli Ali Baş Komandana təşəkkür, minnətdarlığımızı bildiririk ki, bu günləri biz yurdumuzda gəlib Ərdəşəbi kəndində, Vağazin kəndində və digər kəndlərimizdə sevə-sevə çadırlarda yaşayırıq. Və bir də əlavə edeyim ki, çox adamlar deyir ki, məcburi köçkünlər geri qayıdır. Amma mən bu günlərdə şahid oldum ki, nə qədər insanlar gəlib özləri burada yaşayırlar, heyvan saxlayırlar. Öz uçuq dağılmış evlərini öz gücləri ilə düzəldib burada yaşayırlar. Yəni hər an bura gəlməyə. Yəni Vaqif müəllimin də kəndçilərinin burada yaşamalarına sübutdur. Vaqif müəllim haqqında, Vaqif müəllim Laçının ən qeyrətli, ən igid oğlanlar. Mən şahidəm ki, 1990-cı ildə biz qaçqın düşəndə Ağcabəddə mən də icra hakimiyyətinin birinci müavini idim. Azər müəllim başçı idi. Orada miting təşkil elədi ki, Laçınlıların hərbiyə çağırışı ilə bağlı. Bəli. Hərbiyə çağırışa Laçınlılar hərbiyə getsinlər. Bakıda da, bütün bölgələrimizdə də Laçınlılarla görüşüb bu işi təşkil yəni vətənin müdafiəsinə qalxmaq lazımdır. Hər gündə vətənin müdafiəsinə biz o vaxt elə düşünürdük ki, biz deməli və haqlıydıq düşüncəmizdə ki, Laçını biz azad eləyə bilərik. Və həmin vaxtı mən sosial şəbəkədə də paylaşmışam, baxanlar baxıblar. Mən Bəy Kamranla Vaqif müəllim rəhmətliyin çıxışları, Allah ikisinə də rəhmət eləsin, heç vaxt yadımdan çıxmaz. Tarixin qəhrəmanı Xaliq Rəşidoğlu'nun təqdimatında. Müsahibəmizin qonağı Laçının canlı yaddaşı, tanınmış ziyalı və ağsaqqal Qəzənfər Hüseynovdur. Həmsöhbətimizlə söhbətə başlamamışdan öncə qəhrəmanımızın ömür yoluna nəzər salaq. Vaqif Quliyev 28 may 1956-cı ildə Laçın rayonunun İpək kəndində anadan olub. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra keçmiş Sovet qoşunlarında hərbi xidmətə çağırılmış və xidmətli Monqolistanda başa vurmuşdur. Respublika üzrə keçirilən güləş yarışlarında 2 dəfə çempion olub. 1978-ci ildə Azərbaycan SSR-nin 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun tarix ixtisası üzrə tam kursunu bitirərək tarix və ictimaiyyət müəllimi ixtisasına yiyələnib. Ali məktəbi bitirdikdən sonra təyinatla Laçın rayonu Vağazin kənd orta məktəbinə tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. Az müddət ötəndən sonra isə Vaqif Quliyev həmin məktəbdə direktor təyin edilir. Sonradan pedaqoji fəaliyyətini öz arzusu ilə doğma kəndində davam etdirmiş və bu məktəbdə dərs hissə müdiri kimi çalışmışdır. Vaqif Quliyev 1991-ci ildə erməni separatçılarının işğalçı siyasətlərinə qarşı vuruşmaq üçün könüllü olaraq ordu sıralarına qoşulur, yeni formalaşan 713 saylı taborun tərkibinə daxil olur. Yüksək hərbi potensial və yüksək fiziki hazırlığa malik olan Vaqif Quliyev komandanlıq tərəfindən bölük komandiri vəzifəsinə təyin edilir. Bölük komandiri kimi Vaqif Quliyevin hər zaman döyüşdə öndə olması tabeliyində olan əskərlərə də ruh verib. Vaqif Quliyev 713 saylı taborda 2-ci bölüyün komandiri kimi Laçın və Ağdərə istiqamətlərində keçirilən bir çox hərbi əməliyyatlarda iştirak edib. Torpaqlarımızın ermənilərdən təmizlənməsində şücaət göstərib. Göstərdiyi şücaətlərə görə komandanlıq tərəfindən dəfələrlə təşəkkürlər alıb. Bəy Kamranda çıxış elədi və dedi ki, mən gedirəm Laçına, öz kəndimə, Bülövlüyə. Müdafiəsinə qalacağam. Müdafiəsinə yaşayacağam orada. Elə getdi dediyini də elədi, orada da itkin düşdü. Yəni, bəli, bu günə qədər də nəşi tapılmıyor. Özü ilə bərabər oğlu və digər yanında olan neçə nəfər həmkəndliləri. Vaqif müəllim də, mən sizə deyim, Azər müəllim icra başçısı idi. Azər müəllim gedib bu Respublika hərbi komissarında danışmışdı. Bizdə Laçının hərbi komissarı yoxdur. Azər müəllim, Vaqif müəllimi yaxşı tanıdığına görə hərbidən səriştəsi olan adam görünür ki, hərbidə, əskərlikdə o görünür ki, rütbəsi olmuşdur. Azər müəllim onu təlif elədi ki, get-gələn Laçın rayonunun hərbi komissarı. Hərbi komissar da Bakıda yerləşirdi. Vasmoy deyilən 8-ci kilometrdə bazarın üst tərəfində. O dedi ki, qəti etiraz eləmişdi Azər müəllimə və
orada. Vaqif müəllim etiraz etiraz eləmiş. elədi və çıxışında da yenə Azər müəllim bir də orada təlif elədi. Orada da qəti etirazım ilə dedi, xeyr, mənim Laçınım düşmən işğalında ola-ola mən gedib bir məmur işində işləmərəm. Yəni kabinetdə Bəli, oturmayacaq. kabinetdə oturmuram. Mən gedirəm, qalib gələrik, ondan sonra əgər təlif eləsəniz onda işləyərəm. Bu günləri mən gedirəm müharibəyə və getdi də şəhid də oldu. Yəni mən həqiqətən gəlib onun evinin qabağından bana danışaq, mənim üçün çox qürur verir. Sənə Hətta xüsusilə təşəkkür edirəm ki, Sağ ol. sənin vasitənlə biz gəldik, bura çıxdıq. çox Allah sağ ol. Vaqif müəllim çox Borcumuzdur. qeyrətli oğlandı. Mən Allah şəxsən rəhmət bu eləsin. günə qədər hər yerdə, Facebookda, YouTube'da, TikTok səhifələrində onun milli qəhrəman olmağını arzu eləmişəm. Və bu günlərdə çox arzu eləyərəm ki, cənab prezidentimiz bu adama əsl milli qəhrəmanına layiq adamdır. Bəli. Laçından olan milli qəhrəmanlarımıza da bütün Cəsur, şəhidlərimizə Allah döyüşən. rəhmət eləsin. Vaqif müəllimin müharibədə çəkdiyi əziyyəti mən bilirəm. Ərşad Hüseynov var bizim. O da Qarabağ qazisidir, hüquqşünasdır. O da yaxşı bilir. Onun haqqında da şeylərdə Ərşad müəllimin iştirakı ilə Səngər TV-də onun haqqında böyük veriliş gedib. Yəni. Bir də onu vurğulamaq istəyirəm ki, Qəzənfər müəllim, bizim sağımızda bu pilləkən var burada. Vaqif müəllimin burada bir çıxışı var. Bəli, var. Rəhmətlik burada Bəli, çıxış bəli. eləyir. Mənim üçün həmişə maraqlı idi ki, bura haradır. Burada boya-boşa satdığına görə biz həmən çəkilişdə bu evdə olduğuna görə istədik elə çəkilişi buradan çəkək, burada olsun. 1992-ci il sentyabr ayının 2-də Ağdərə rayonunun Vəng kəndi uğrunda gedən döyüş zamanı qəhrəmancasına şəhid olub. Məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Şəhid komandirin Beyrək adlı bir övladı var. Bir məsələni qeyd edeyim. Ərdəşəvi kənd cəmaatı bu ki işğaldan azad olundu. Burada məktəb vardı. Bəli. Bu məktəbdə bizim hərbi hissə yerləşirdi. Kənd cəmaatı öz hesabına, hətta o vaxtı bir neçə nəfər təşkilatçılar vardı. İndi tam dəqiq adlarını, yəni kimlər təşkil edib bilmədiyimə görə onu demirəm, amma kənd cəmaatı öz hesabına həmin məktəbin üstünü təmir elədilər, damını. Yaxşı belə, yüksək səviyyədə, bəli, təmir elədilər və onların istifadəsinə verdilər. Bu gün də həmin məktəbin üstü təmirli, saz vəziyyətdə durur. Çox gözəl, çox gözəl. Və bu kətdədə özünüz də şahid oldunuz ki, bir 10-a yaxın ailə artıq yaşayır və cəmaat da gəlir. Bu düzdür, fəslə görə məcburdular çadırda, qışda burada yaşamaq olmur, amma yenə də. İcazə verilsə dövlət orqanları tərəfindən cəmaatın çoxu gəlib evlərini özü bərpa edirlər. Bəli, ata-baba yurdunda öz evini bərpa edirlər. Kənd, əsl mən arzu edirəm ki, kəndlərimiz də əsl kənd üsulunda bərpa olunur. Bəli, yəni tam müasir olmasın. Bəli, bəli. Yox, müasirlik nə dəxli var ki, güya bizdə müasir deyil. Yox, içində olsun müasirlik. Yəni o hər şeylərin öz ata-baba yurdunda filan da məskunlaşdırılsın. Çox gözəl.